Ət-Təhrim Qadağan surəsi. Mərhəmətli və rəhimli Allahın adı ilə. Ey Peyğəmbər! Zövcələrini razı salmağa çalışaraq Allahın sənə halal etdiyi şeyi nə üçün özünə qadağan edirsən? Allah bağışlayandır, rəhimlidir. Allah andlarınızdan kəffarə verməklə azad olmağı sizdən ötürü qanuniləşdirmişdir. Allah sizin himayədarınızdır. O, biləndir, müdrikdir. Bir zaman Peyğəmbər öz zövcələrindən birinə sir verdi. O da bunu onun digər zövcəsinə xəbər verdikdə və Allah da bunu Peyğəmbərə aşkar etdikdə, o, bunun bir qismini sir verdiyi zövcəsinə bildirdi. Digər qismindən isə vaz keçdi. Peyğəmbər bunu ona bildirdikdə zövcəsi dedi, bunu sənə kim xəbər verdi? O dedi, bunu mənə hər şeyi bilən, xəbərdar olan Allah xəbər verdi. Əgər ikiniz də Allaha tövbə etsəniz, yaxşı olar. Çünki hər ikinizin qəlbi günaha meyl etmişdir. Əgər Peyğəmbərə qarşı bir-birinizə dəstək versəniz, bilin ki, Allah, Cəbrail və əməli salih möminlər onun dostu və yardımcısıdır. Bunlardan başqa mələklər də onun yardımçılarıdır. Əgər o sizi boşasa, Rəbbi sizin əvəzinizə ona sizdən daha yaxşı zövcələr, müsəlman, mömin, itaətkar, tövbə edən, ibadət edən, oruç tutan dul qadınlar və bakirə qızlar verə bilər. Ey iman gətirənlər! Özünüzü və ailənizi yanacağı insanlar və daşlar olan oddan qoruyun. Onun başı üstündə Allahın onlara verdiyi əmrlərə heç vaxt asi olmayan, özlərinə buyurulanları yerinə yetirən amansız və güclü mələklər vardır. Ey kafir olanlar! Bugün üzr diləməyin. Siz ancaq etdiyiniz əməllərin cəzasını çəkəcəksiniz. Ey iman gətirənlər! Allaha səmimi olaraq tövbə edin. Ola bilsin ki, Rəbbiniz günahlarınızdan keçsin və sizi Allah o Peyğəmbəri və onunla birlikdə iman gətirənləri utandırmayacağı gündə ağacları altından çaylar axan cənnət bağlarına daxil etsin. Onların nuru önlərindən və sağ tərəflərindən ətrafa yayılacaqdır. Onlar deyəcəklər, ey Rəbbimiz, nurumuzu bizim üçün tamamla və bizi bağışla. Həqiqətən sən hər şeyə qadirsən. Ey Peyğəmbər, kafirlərə və münafiqlərə qarşı vuruş, onlarla sərt davran, onların sığınacağı yer cəhənnəmdir. Ora necə də pis dönüş yeridir. Allah kafirlərə Nuhun arvadı ilə Lutun arvadını misal çəkdi. Onlar bizim əməli salih qullarımızdan iki qulun nigahı altında idilər. Onlar ərlərinə xəyanət etdilər və bunlar onları Allahdan heç cür xilas edə bilmədilər. Onlara, girənlərlə birgə ikiniz də oda girin deyildi. Allah iman gətirənlərə isə Fironun zövcəsini misal çəkdi. O zaman o, ey Rəbbim, mənə öz yanında cənnətdə bir ev tik, məni Firondan və onun əməlindən xilas et, məni zalım adamlardan qurtar demişdi. Həmçinin ismətini qoruyan İmran qızı Məryəmi də misal çəkdi. Biz ona paltarının yaxasından
öz ruhumuzdan üfürdük. O, Rəbbinin sözlərini və onun kitablarını təsdiq etdi və itayət edənlərdən oldu.